Bərdədə 1998-ci ildən fəaliyyət göstərən Mətin Elm Tədris Mərkəzi kompüter sahəsində peşəkar kadr hazırlığı ilə məşğuldur. Mərkəzdə təcrübəli müəllimlər tərəfindən müxtəlif kompüter proqramları tədris olunur. Kursu uğurla başa vuranlara sertifikat təqdim edilir və onların işlə təmin olunmasına dəstək göstərilir. Kurs rəhbəri Emin Məmmədov bildirib ki, əsas məqsəd müasir bilik və bacarıqlara sahib kompüter mütəxəssisləri hazırlamaqdır. Salam, xoş gördük. Salam. Neçə vaxtdır bu Mətin Elm Tədris Mərkəzindəsiniz? 3-cü ayımdır gəlirəm və 3-cü proqramımı keçirəm. Nələr öyrənmisiniz bax bu 3 ayda? Cədvəl qurmağı, cədvəl içərisində yazılar yazmağı, sənədləri yazmağı və sair şeylər öyrənmişəm. Bax, hal-hazırda nə yazsınız? Hal-hazırda cədvəl işləyirəm Microsoft Word proqramında və cədvəlin içərisindəki yazıları doldururam. Salam, xoş gördük. Salam. Ad soyadınız necə gedir? Məmməd Sadə Fidan. Fidan xanım, neçə vaxtdır bu Elm Tədris Mərkəzindəsiniz? 3 aydır. Hal-hazırda nə işləyirsiniz? Ərizə yazıram. Burada sənədlərin yazılmasıdır, protokolların yazılmasıdır, cədvəllərin qurulmasıdır. Onların hamısını öyrədirlər. Müəllimlərimiz çox möhtəşəm şəkildə öyrədirlər, ətraflı başa salırlar. Mən özüm hal-hazırda mühasibatlığı bitirmişəm burada. 3 aydır. Bir C-ni öyrənmişəm, buxatırlıqdır, ambar işləridir və s. Bəs mərkəzə gələnə kimi kompüterlə nə qədər anlayışınız var idi? Mərkəzə gələnə kimi kompüterdə anlayışım yox idi, elə çox. Bura gələndən bəri proqramları bilirəm, Word-dür, Excel-dir, PowerPoint-dir və s. Nərgiz müəllimə, müasir dövrdə kompüter kurslarının bizim üçün faydası nədir? Çox sağ olun, maraqlı sualdır. Müasir dövr artıq informasiya əsridir. Bir ziyalı kimi deyə bilərəm ki, artıq mətin kursu da ən sayılıb seçilən kurslardan biridir. İllərdir öz sözünü demişdir. Burada çox yaxşı, bacarıqlı müəllimlər var, rəhbərlik, tələb yönümlülük yüksək səviyyədədir və illərdir sözünü demiş bir kurs kimi daim fəaliyyəti göz önündə olmuşdur. Ona görə də bu kursun fəaliyyəti təqdirə layiqdir və bütün insanları sənətindən, peşəsindən asılı olmayaraq, əgər bu dövrdə yaşayırıqsa, müasir zamanla ayaqlaşmaq istəyiriksə, müasir dövrlə ayaqlaşmaq istəyiriksə, mütləq hər kəsin kompüter bacarığı olmalıdır. Çünki texnologiyalar həyatımızın artıq içinə girib. Texnologiyasız müasir həyatı təsəvvür etmək qeyri-mümkündür. Mərkəzdə artıq kompüterlər şagirdlərimizin qarşısındadır. Şagird dedikdə burada müxtəlif yaş qruplarında olan xanımlar, bəylər, qızlarımız var ki, onlar kompüterin sirlərini öyrənmək üçün bu mərkəzə müraciət ediblər və kompüterin müxtəlif bölmələrində Word, Excel proqramları üzrə artıq onlar kompüterin sirlərini öyrənməyə başlayıblar. Bilirsiniz ki, müasir dövrdə kompüter sirlərini bilmək, kompüter elmlərinə sahib olmaq, rəqəmsal bacarıqlar üzrə kadrların yetişməsində mütləq formada kompüteri bilmək lazımdır. Artıq 30 ildən çoxdur ki, bu mərkəzin Bərdə rayonunda kompüter elmləri üzrə fəaliyyəti var və çox gözəl nəticələri də var. Bu da ondan irəli gəlir ki, ümumiyyətlə, bütün sahələrdə olduğu kimi bu mərkəzdə də yüksək səviyyəli mütəxəssislər bizim gənclərimizin kompüter elmlərinə öyrənməyinə görə əllərindən gələni əsirgəmir və onlar gələcəkdə öz işlərinə görə, öz iş sahələrində irəli getməklərinə görə kompüterin öyrənilməsində onlar üçün bu mərkəzdə tam şərait yaradılır və görürsünüz ki, bax, cədvəllərin qurulması, rəsmi qaydada sənədlərin hazırlanması, PDF-lərin hazırlanması, o cümlədən, yəni kompüter elminə aid olan bütün nə qədər ki, yəni o elmin sirləri var, onların hamısı proqramlar üzrə təlimatlara uyğun həmin bu mətin deməli kompüter mərkəzində öyrədilir. Mətin Elm Tədris Mərkəzi Bərdə Peşə Liseyinin üzbəyüzündə yerləşən 5 mərtəbəli binanın aşağı hissəsində fəaliyyət göstərir. Əlaqə nömrəsi 050 670 21 91.